Xanımlarımız, mən bugün şəkər çörəyi elədim, istədim sizinlə paylaşam. Deməli, bunun üçün bizə nə lazımdır? Bunun üçün biz 4 stəkan un, 200 ml ölçü duru yağı, 1 stəkan qatığı, xamada ola bilər, 2 yumurtanı, birini bütöv vururuq, birini isə ağını vurub sarısın üstü üçün saxlayırıq. 2 stəkan şəkəri, 1 paket qabartma tozunu. Xəmir qatırıq, sonra isə belə bu qaydada şəkər çörəyi hazırlayıb. Görürsünüz mənim xəmirim necədir? Baxın. Baxın. Bu keçmişdəki hazırlanırdı ha, baxın. Görürsünüz partlaq deyilir bunun. Bu xəmir qatılır və bu qaydada şəkər çörəyi hazırlanıb duxovkamıza qoyulur. Mən bunun üzərinə yumurta ilə bəzəyib duxovkamıza qoyacağam. Hə, belə xanımlarımız, mən bunun üzərinə yumurta ilə bəzəyib bişməyə qoyuram. Deməli, duxovkamızın dərəcəsi 180 dərəcədədir. 15-20 dəqiqəyə hazır olur. Alt üst rejimdə.